İkinci dərəcəli cümlə üzvləri. Təyin. Təyin nədir? Təyin cümlənin ikinci dərəcəli üzvü olub, isim və isimləşmiş sözlərlə ifadə olunan cümlə üzvlərin müxtəlif cəhətdən izah eləyir, müəyyənləşdirir, təyin edir və yaxud əlamət keyfiyyətini bildirir, sayını ortaya çıxardır. Müxtəlif sözlərlə ifadə eləyə bilərik təyin izahı. Təyinin sualları hansılardır? Təyinin sualları əsasən sifət və sayın suallarıdır. Yəni, necə, nə cür, hansı, neçə, nə qədər, neçənci. Təyinin ifadə vasitələri. Təyin əsas ifadə vasitələri sifət, fe'li sifət, işarə əvəzlikləri olsa da, bir çox nitq hissəsi ilə də ifadə oluna bilər. Məsələn, zərflə də ifadə oluna bilər, isimlə də ifadə oluna bilər, atributivləşmiş isimlərlə, qoşmalı sözlərlə ifadə oluna bilər, fe'li sifətlə də ifadə oluna bilər, fe'li sifət tərkibi ilə də ifadə oluna bilər. Daha sonra həm üçüncü növ təyinli söz birləşməsi, ikinci növ təyinli söz birləşməsi, bunlarla da ifadə oluna bilər. Mürəkkəb adlarla ifadə oluna bilər. İndi baxaq. Təyin ifadə vasitələri birinci dedik ki, əsas ifadə vasitəsi sifətdir, fe'li sifətdir, bir də əvəzlidir. Sifətə aid nümunə yazaq. Qoy təyinin işarəsini də burada göstərim. Təyin olunan cümlə üzvlərinin altından dalğalı xətt çəkilməlidir. Sifətlə ifadə olunmuş təyin. Sən yaza bilərik. Uca dağlar uzaqdadır və yaxud uzaqda qaldı. Sonra başqa bir nümunə yaza bilərik. Ağacdakı quş çox qəşəng oxuyurdu. Baxırıq. Dağlar uzaqda qaldı. Hansı dağlar? Uca dağlar. Deməli, burada uca sözü təyindir. Quş oxuyurdu. Hansı quş? Ağacdakı quş. Deməli, burada ağacdakı sözü təyindir. Sonra digər əsas ifadə vasitəsi fe'li sifətdir. Fe'li sifətlə ifadə olunmuş nümunəsini qeyd eləyək bura. Fe'li sifətlə yaza bilərik. Oxuyan tələbə həmişə uğur qazanır. Tələbə uğur qazanır. Hansı tələbə? Oxuyan tələbə. Anənin şəkilçisi fe'li sifətin şəkilçisidir. Deməli, burada təyinin ifadə vasitəsi fe'li sifətdir. Sonra əvəzliklə yazaq. Əvəzlikdə həm işarə əvəzliyi ilə ifadə oluna bilər, həm şəxs əvəzliyi ilə ifadə oluna bilər, həm qeyri-müəyyən əvəzliklə ifadə oluna bilər, bir də təyin əvəzliklə. Demək olar ki, əvəzliyin əksər məna növləri ilə ifadə oluna bilər. Əvəzlik yazıram, sonra bura bir qoyuram şəxs əvəzliyi ilə. Şəxs əvəzliyi ilə yaza bilərik, məsələn, bu nümunələr təşkiş nümunələrdir. Bizim sinif çalışqandır. Sinif çalışqandır. Hansı sinif? Bizim sinif. Sonra ikinci qeyd eləyə bilərik işarə əvəzliyi ilə. İşarə əvəzliyi ilə elə kitab almışam ki, kitab almışam. Daha doğrusu kitab sözü burada mübtəda yox, tamamlıq olacaq. Necə kitab? Elə. Burada işarə əvəzliyi ilə ifadə olunub. Sonra qeyd eləyə bilərik qeyri-müəyyən əvəzliklə. Qeyri-müəyyən əvəzliklər daha çox ismi əvəz eləyib. Cümlədə mübtəda tamamlıq olsa da, amma onların içərisində biri var ki, ən çox sifəti əvəz eləyə bilir. Qeyri-müəyyən əvəzliklərdən bu bəzi əvəzliyidir. Məsələn, bəzi adamlar
Yaxşı olmağı bacarır. Adamlar yaxşı olmağı bacarır. Hansı adamlar? Bəzi adamlar. Sonra bura qeyd eləyə bilərik təyinə əvəzlikləri. Təyinə əvəzliklərdən bütün kitablar mənimdir. Mənimdir. Nə mənimdir kitablar? Hansı kitablar? Bütün kitablar. Burada da demək təyinə əvəzi ilə ifadə olunur. Demək olar ki, zərfin bütün məna növləri ilə ifadə olunur. Yer zərfi ilə də nümunələr var. Onlara da baxa bilərik. Məsələn, yuxarı siniflər məktəbdə idi. Siniflər məktəbdə idi. Hansı siniflər? Yuxarı siniflər. Deməli, əvəzliyin bütün məna növləri ilə ifadə oluna bilir təyin. Daha sonra əsas ifadə vasitələrini qeyd elədik. Amma bundan başqa həm isimlə ifadə oluna bilər, həm demək qoşmalı sözlə, ismi birləşmələrlə ifadə oluna bilər, mürəkkəb adlarla ifadə oluna bilər. İsimlə. İsimlə daha çox cümlədə sifətləşən, yəni atributivləşən isimlər var. Material bildirən isimlər, taxta, dəmir, yun, sonra qızıldır, gümüşdür, bürüncdür, bu kimi sözlər cümlə daxilində ən çox sifətləşmiş isim kimi işlənir. Cümlənin təyini vəzifəsində işlənir. Məsələn, taxta qapı çürümüşdü. Nə çürümüşdü qapı? Hansı qapı? Taxta qapı. Əslində taxta sözü nitq hissəsi olaraq isimdir. Sadəcə cümlədə təyin vəzifəsində işlənib. Buna da deyirlər, qrammatikada buna atributivləşmə deyilir. Amma nitq hissəsi dəyişmir. Nitq hissəsi ilə isim olaraq da qalır. Və yaxud başqa nümunə yaza bilərik bura. Qızıl üzük məndədir. Nə məndədir? Üzük. Hansı üzük? Qızıl üzük. Qızıl sözü də nitq hissəsi olaraq isim hesab olunur. Qoşmalı sözlə yaza bilərik bura. Ümumiyyətlə qoşmalı birləşmələr demək olar ki, cümlədə bütün cümlə üzvü vəzifəsində işlənə bilir. Qoşmalı söz. Yaza bilərik bura. Mənə aid əşyalara toxunma. Əşyalara toxunma. Hansı əşyalara? Mənə aid əşyalara. Və yaxud yaza bilərik, sənin kimi dostu itirə bilmərəm. İtirə bilmərəm. Kimi itirə bilmərəm? Dostu. Necə dostu? Sənin kimi. Burada mənə aid sözü, qoşmalı söz cümlənin təyinidir. Burada isə sənin kimi qoşmalı sözü cümlənin təyinidir. Başqa nümunələrə baxaq. İsmi birləşmələrlə ifadə olunur. Məsələn, ikinci növ təyini söz birləşməsi ilə. Məsələn, yaza bilərik bura. Sinif rəhbərim Elçin müəllim, sinif rəhbəri Elçin müəllim çox ciddi insan idi. İnsan idi. Kim insan idi? Elçin müəllim. Hansı Elçin müəllim? Sinif rəhbəri Elçin müəllim. Deməli, burada ikinci növ təyini söz birləşməsi mübtədaya aid olub, onu müxtəlif cəhətdən təyin elədiyi üçün cümlənin təyini olacaq. Üçüncü növ təyini söz birləşməsi ilə.
Məsələn, yaza bilərik. Mənim şagirdim Zəhra yarışa qatıldı. Qatıldı. Kim qatıldı? Zəhra. Hansı Zəhra? Mənim şagirdim Zəhra. Üçüncü növ təyinli söz birləşməsidir. Cümlənin təyini vəzifəsindədir. Sonra mürəkkəb adla ifadə olunmuş təyinə nümunə yazaq. Mürəkkəb adla yaza bilərik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam verdi. Sərəncam verdi kim? İlham Əliyev. Hansı İlham Əliyev? Azərbaycan Respublikasının prezidenti. Burada ümumilikdə mürəkkəbat cümlənin təyini vəzifəsindədir. Sonra təyin kimi işlənə bilmir feili bağlama. Məsdər təyin kimi işlənə bilmir. Düzdür, məsdərin istisna kimi təyin kimi olmağına nümunələr var. Bu amma təşdüş nümunədir. Yəni biz ona əsasən deyə bilmərik ki, məsdər təyin olur. Məsdərə aid olan o təşdüş nümunələrə misal yazaq. Məsdər məsələn yaza bilərik. Dünyanı gözəlləşdirmək kimi tək halda heç vaxt təyin olunur. Mütləq qoşma ilə işlənməlidir. Yəni adi qaydada heç vaxt təyin vəzifəsində işlənə bilməz. Özündən sonra mütləq qoşma gəlməlidir. Qoşma olmasa heç təyin ola bilməz. Gözəlləşdirmək kimi məqsədimiz var. Və yaxud vətəni sevmək kimi gözəl hiss ola bilməz. Məqsədimiz var. Necə məqsədimiz var? Dünyanı gözəlləşdirmək kimi. Hiss ola bilməz. Necə hiss ola bilməz? Gözəl hiss ola bilməz. Necə hiss ola bilməz? Vətəni sevmək kimi gözəl hiss ola bilməz. Bu formada işlənə bilər. Bunlar təşdüş nümunələrdir, qeyd edirəm yenə də. Yəni buna əsaslanaraq deyə bilmərik ki, məsdər cümlədə təyin olur. Qaydada da belədir ki, məsdər cümlədə təyin ola bilmir. İstisnalar qaydanı dəyişmir. Dedik ki, bundan əvvəlki dərslərdə də qeyd elədik. Cümlə üzvləri quruluşuna görə iki cür olur. Sadə və mürəkkəb. Ümumilikdə bütün cümlə üzvlərinə aiddir. Yəni həm mübtədaya, həm xəbərə, həm təyinə, həm zərfliyə, həm də tamamlığa. Sadə cümlə üzvləri nitqi hissələri ilə ifadə olunur. Məsələn, təyinə nümunə yazaq sadəsinə. Yaza bilərik. Gözəl qız. Və yaxud gözəl qızdır yazaq elə. Qızdır, necə qızdır? Gözəl qızdır. Sifətlə ifadə olunub, deməli sadə təyindir. Sonra yaza bilərik sadəsinə nümunə. Fe'li sifətlə ifadə olunmuş. Oxuyan şagirddir. Oxuyan şagirddir. Şagirddir. Necə şagirddir? Oxuyan şagirddir. Burada fe'li sifətlə ifadə olunub, sadədir. Mürəkkəb təyinlər söz birləşmələri ilə ifadə olunur. Mürəkkəb adlarla ifadə olunur. Mürəkkəb təyinə aid nümunə yazaq. Məsələn, mənim dostum Aytac yarışda qələbə qazandı. Aytac, hansı Aytac? Mənim dostum. Üçüncü növ təyinli söz birləşməsi ilə ifadə olunub. Deməli, mürəkkəb təyindir. İkinci nümunə kimi yaza bilərik. Tərkiblə ifadə olunmuş. Məsələn,
Burada oxuyan sözü fe'li sifətlə ifadə olunmuşdur. Fe'li sifət tərkibi ilə ifadə olunmuş. Təyin yaza bilərik bura. Dərslərini yaxşı oxuyan. Əlaçı olacaq. Kimə əlaçı olacaq? Əlaçı olacaq kim? Şagird. Hansı şagird? Dərslərini yaxşı oxuyan. Bu fe'li sifət tərkibidir, bu fe'li sifətdir. Fe'li sifət sadə cümlə üzvü olur. Fe'li sifət tərkibi isə mürəkkəb cümlə üzvü olur. Bildiyimiz kimi, yəni belə ümumiləşdirək. Deməli, təyinin sadəsi nitq hissələri ilə ifadə olunur. İsim, sifət, say, əvəzlik, zərflə ifadə olunur. Mürəkkəbləri isə deməli, ismi birləşmə, fe'li birləşmə, mürəkkəb adla ifadə olunur. Qoşmalı sözlər də sadə cümlə üzvü kimi götürülür.